studiyamın qonağı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri istiqlalçı deputat Fərəz Quliyevdir. Fərəz bəy, xoş gəlmisiniz. Xoş gördük. Mən də sizə tamaşaçılara salamlayıram. Fərəz bəy, belə bir söz var, deyir, tarixi unudanda, xüsusilə də faciələri, tarix təkrarlanır. Bugün 8 maydır, Şuşanın işğal günüdür. Biz Şuşanın işğaldan azad eləmişik. Elə 2020-ci ilin 8 noyabrında artıq Qarabağa köçlər də başlayıb, böyük qayıdış da başlayıb. Amma biz işğal tarixini mən hesab edirəm ki, unutmamalıyıq. Siz nə deyirsiniz? Əlbəttə, mən də sizə qoşuluram ki, şükürlər olsun ki, artıq biz işğaldan azad olunmuş tarixləri bayram kimi qeyd etməyə başlamışıq. 20-ci ilə qədərsə biz işğal tarixləri ağracının qeyd etmək məcburiyyətindəydik. Və əlbəttə, gələcəyi qurmaq üçün mütləq şəkildə keçmişə baxmaq lazımdır, dərslər almaq lazımdır oradan. Mən qınaqla yanaşmaq istəmirəm tarix boyu, hakimiyyətlərə falan bunlara. Niyə? Tarixin elə ağır məqamları ola bilər ki, müəyyən hakimiyyətlərin, səhvləri, yanlışları ola bilər. Amma zaman keçəndən sonra tarixdə millətin uğuru və ya da uğursuzluğu qalır. Bilinmir, çox adam bilmir ki, hansı tarixdə kim hakimiyyətdə oldu, kim olmadı. Bu millət hansı zamanda nəyə nail oldu deyirlər. Şükürlər olsun ki, bugün artıq Qarabağlı, bütün bir Azərbaycana nail olmuşuq. Əlbəttə, bu birməna şəkildə qazilərimizin, rəhmətli şəhidlərimizin uğurudur və ölkə prezidentinin də bir Fatih kimi, prezident kimi də bu işin üzərində olmasıdır. Kim nə deyirsə desin, burada iqtidar müxalifət yanaşması yox, milli yanaşma olmalıdır. Bu şanlı bir tarixdir və indiki hakimiyyət bunu yazdı. Amma millətin bu uğurudur da təbii ki. O vaxtki hadisələrdə hakimiyyət nə cür davransın, Ayaz Mütəllibov hakimiyyəti və yaxud da o dönəmdə imperiyanın tərkibindədir, imperiya nə cür yanaşdı, bütövlükdə millətin ayağına yazdırmır. Bu bizim milli faciəmiz idi. Mən dedim ki, heç kim üzərinə getməm, amma heç kimə də bəraət qazandırmam. Elə şeylər var ki, eləmək mümkün idi, bunlar olunmurdu o dönəmdə. Mən o dönəmi yaşamış adamım. Proseslərin içində oldu. Proseslərin içərisindəydim. Bəli, biz o vaxtları könüllü dəstələr yaratmışdı. 32 batalyon var idi. Və o adamlar o quş tüfəklərindən başlamışdı silahlanmağa. Özün hər şeyi satıb silah-sursat alırdı və döyüşürdü. Və ciddi nəticələrimiz var idi. Qarabağın 7 kilometrə qədər getmiş zamanlarımız olub bizim. Əvvəl də bu 8 Şuşanın itirməsi bundan əvvəl olubdu təbii ki. Amma o dönəmdə biz dəfələrlə təkid edirdik ki, milli ordu yaranmalıdır, yavaş-yavaş formalaşmaq lazımdır. O dönəmki hakimiyyət nəyə cəhd edirdi? Yox, qvardiya yaranmalıdır. Qvardiya hakimiyyətin qoruyan bir sistemi. Orada tamam fərqli məsələdir. Və 90-cı il hadisələrdə göstərdi ki, Rus ordusu, Rus hakimiyyəti nə istədi, imperiya hakimiyyəti? Yazov, Rus ordusunun marşalı, müdafiə naziri açıq şəkildə bəyanat verdi ki, biz Azərbaycan Azərbaycan Xalq Cəbhəsinin strukturlarını dağıtmağa və ordu quruculuğuna mane olmağa gəlmiş. Açıq şəkildə deyir. Onlar Azərbaycanda ordu quruculuğuna mane olmaq istəyirlər. Zaman da göstərdi ki, biz nəticələrimizi, müsbət nəticələrimizi, danışıqlarını əldə etmədik. Beynəlxalq ordu qurumlarını əldə etmədik. ATƏ-dən başqası etmədik. Ordu quruculuğumuz və ordunun, xalqın gücü ilə həll elədik. Yəni, haqlı olmaq yetərli deyil. Güclü olmalısan ki, haqlı olduğunda sübut eləyəsən, onun arxasında durasın. O dönəmdə zəif idik. Düzdür, Şuşada rəhmətli Ramiz bəy başçılıq edirdi könüllü müdafiə dəstələrinin o vaxtları. Amma Bakıdan gedən dəstələrdə özbaşınalıq, daxilində olan müəyyən Rusiya kəşfiyyat orqanlarının işləyənlərin pozucu fəaliyyəti, orada olan sui-qəsd cəhdləri, pozucu hərəkətləri, ermənilərə koordinasiya vermək falan kimi də hadisələr vardı. Bu həmişə gözlənildi. İndiki müasir dövrdə orduda da hətta düşmən tərəfin kəşfiyyatı işləyir, koordinat verir falan. Amma indi bizim şükürlər olsun, milli təhlükəsizlik xidmətimiz vardır, nəhəng və qüdrətli. Yaxşı ordumuz vardı və onun da zabitləri vardı. Əks tədbirlə görmək imkanlarımız var. O vaxt zəif idik və Şuşanı o vaxtları itirməyimiz də təbii ki, Azərbaycanın təkcə bir ərazi itirməsi deyil. Şimdi bəziləri Şuşa haqqında o vaxt danışında deyirdi, gözəl şəhərimiz falan falan falan. Gözəl olmayanda itirirlər ki, onu. Türkiyədə Kardak adaları 3-4 daşdan ibarətdir. Amma Yunan gəmiləri onlara yaxınlaşırdı. Mən xatırlayıram, o Tansu xanımçillər idi baş nazir. Əmr verdi və Yunan gəmilərini batırdılar. 3-4 qaya üçün. Vətən torpağıdır. Mavi vətəndə mənim vətənimdir. Yəni, vətənin gözəlliyi pis olmaz. Bu vətəndirsə, onu qorumalısan. O vaxtları mənsub olduğum Xalq Cəbhəsinin könüllü batalyonuna Ramiz bəy sona qədər döyüşdülər. Həlak oldu orada. Çox təəssüflər olsun ki, hakimiyyətin, Ayaz Mütəllibov hakimiyyətinin
çox anormal davranışları. O vaxtları Yaqub Məmmədov Vəzifələrini icra edirdi, bəli. Hətta o vaxtlar məsələn İrana gedirdi. Mən o zamanlar məsələn heç bir yerdə demədiyim bir epizodda danışım ki, sizin üçün də bir yenilik olsun. Mən Yaqub Məmmədov İrana gedəndə Əlfəz bəylə danışdıq. Mənə dedi ki, mən orada vaxtdaydım. Mümkünsə İranda gedib Yaqub Məmmədova xəbərdarlıq eləmək və prosesin qabağını almaq lazımdır. Bu danışığın sonu Azərbaycana uğursuzluğa gətirdi. İrana inanmaq olmaz. Mən Tehrana getdim və orada Yaqub Məmmədovla Petrosyan görüşürdülər. Qarşılama mərasimində, Yaqub Məmmədovun qarşılama mərasimindən sonra ilk görüşüm mən oldum, məətəl qaldı. Və mən ona Əlfəz bəyin fikirlərini çatdırdım. Sonra mən orada Avropa, İranın Xarici İşlər Nazirliyinin Avropa şöbəsinin rəhbərliyi ilə görüşdürdülər. Bir tanışlığımız var idi o dövrdə, biz silah-sursat keçirirdik Araz üzərindən. Vasitəsilə eləmişlər, o məqama qədər gedib bir fikirlər söyləməyimi. Yaqub Məmmədov inanmırdı o vaxt ki, bir şeylər ola bilər. Amma sonradan özü bəyan elədi ki, biz peşqaymışıq falan, belə ifadələr işlər. Deyirəm ki, sizin də o prosesdə olmuşsunuz deyə hamıya maraqlı olan bir sual var. Daimi səslənir ki, məhz həmin görüş ərəfəsində, görüş keçirilə Şuşanın işğalı rəsmiləşdirildi. Bu doğrudurmu? Doğrudur. O gün, həmin gün artıq proses baş verdi. Sonra mən Yaqub Məmmədovla görüşmədim orada. Sonra Bakıda görüşməli oldu, parlamentdə görüşməli oldu. Mən parlamentin üzvüyüm. Təəssüfünü bildirdi falan, dedim, axı, bu qədər boş buraxmaq olmaz. Sizin xəbərdarlıq olunmuşdu, bəy məsələnin bağlı narahatçılığını bildirmişdi, xəbərdarlıq bildirmişdi. Çox təəssüflər olsun ki, ondan əvvəlki proseslərdə də Rusiyanın törəmə strukturu olan Azərbaycan hakimiyyəti, müstəqil hakimiyyətdir təbii ki, yanlışlar etməkdə davam edirlər. Həm Qərbi Azərbaycana, indiki Ermənistandan köçürən Azərbaycanlıların yerləşdirilməsinə Qarabağda ciddi şəkildə mane oldular. O vaxtları xeyli adam ora köçürülürdü. Bu niyə mən xüsusi qeyd edirəm? Xocalının hətta təmir olunması məsələləri var. Bərpa işləri gedirdilər falan, amma əhali demoqrafik olaraq yerləşdirilmirdi. Mən o prosesin içərisində olmuşam. Mən deyirdim ki, bunu Xocalını bərpa edirsiniz bu əraziləri. Amma bura sabahları ermənilərin hücum edəndən sonra dağıdacaqdılar da. Demoqrafik dəyişiklik. O gələn adamları yerləşdirməklə bağlı lazımdır. Hətta Ermənistandan köçənlər ora avtobusdan göndəriləndə belə o zamanları Komünist Partiyasının Mərkəzi Komitəsi, nə bilim, Ayazım Pəhləvanın yanında olanlar adamları geri qaytarlar. Bu da bir böyük yanlış idi. Əgər o vaxtlar Kərkicahanda, ətraflarda, Şuşanın yaxınlığında Azərbaycan insanları yerləşdirilsəydi, Şuşa faciəsi baş verməyəcəkdi. Şuşa ermənilərin sonraki qələbələri üçün yolu açdı. Çox strateji məsələ idi də bu. İndi siz bu gün hələ baxın, biz Qarabağdakı qələbəni Şuşanın alınmasıyla qeyd edirik. Başqa yerlərdən də qeyd edilir. Amma məhz 8-də Şuşanın alınmasını. Çünki bu bütün mənalarda Azərbaycanın həm də əhalisinin psixoloji bir travması oldu Şuşanın itirilməsi. Azərbaycanın öz güvənliyinə böyük bir zərbə oldu. Amma şükürlər olsun ki, bu gün artıq biz qələbə qazanmışıq. Şuşada 8 rəqəbini özündə ehtiva edir. Mən sosial şəbəkələrdə vaxtım getməmişəm. Sonra məscid tikilirdi. Orada 11 rəqəbini ifadə edən 11-ci ayda tutulduğuna görə minarələr ucaldılır. Böyük bir məscid tikilir orada. Bunlar hamısı qürur verən məsələlərdir. Milli uğurumuzdur və zəhməti keçən sağ qalan hər kəsə, dünyasını dəyişmiş şəhidlərimizə, qazilərimizə borcluyuq. Onları dünyaya gətirən analara, valideynlərə, bütün Azərbaycan xalqına hamımız borcluyuq. Burada hər kəsin əməyi var. O proseslərdə göstərdi ki, Azərbaycan xalqı belə bir məqamlarda bir yığılmağı bacarır və inanıram ki, bundan sonra da milli hədəflərə çatmaq üçün o cür davranışını nümayiş etdirəcək. Yer gəlmişsə, elə bunun davamı bir statistik rəqəm var. Yəni, bu böyük qayıdış proqramı çərçivəsində bu günlərdə Ağdam şəhərinə 41 ailə, yəni 156 nəfər, eyni zamanda Xocavənd şəhərinə 57 ailə, yəni 206 nəfər köçürülür. Yəni, bu böyük qayıdış proqramının bir davamıdır. Qarabağ artıq bizimdir, özümüzündür, qaytarmışıq və artıq yaşayışımızda bərpa olunur. Bəli, digər siyasi gündəmə, siyasi məsələlərə keçmək istəyirəm. Demək, ayın 9-da Rusiyada böyük bir parad olacaq, hərbi parad, hər il keçirdilər, qələbə günü. Böyük deməyək daha. Özlərinin təqdimatlıdır, yəni onların dili ilə deyirəm. Yer gəlmişsən, Putin atəşkəslə bağlı bir bəyanat yaydı. Ukrayna tərəfi qəbul eləmədi.
Hətta bugün Çeçenistanı vurur. Ondan sonra Rusiyada Moskva yaxınlığında neft emalı zavodunu vurur. Yəni. Ukrayna tərəfinin yaydığı informasiya bundan ibarətdir ki, Zelenski, Ukrayna prezidentinin 3 gün əvvəl atəşkəslə bağlı verdiyi bəyanata Rusiya əməl eləmir. Və bunlar da indi onu əməl eləmir. Nə baş verir? Nə baş verir ümumiyyətlə Rusiya-Ukrayna müharibəsində? Bu 5-ci ili keçdi artıq. Baxın, indi əvvəl o paradın o ölçüsü ilə bağlı olaraq bir də Özlərinin təqdimatını deyirəm. Bu tarix ərzində ilk dəfə ən kiçik parad keçirilməsini Paşinyan da getmədi. keçirilməsini nəzərdə tuturlar. Yəni burada bu paradda ilk dəfə olaraq hərbi texnika işlətilməyəcək. Bəli. Yalnız piyada keçidi nəzərdə tutulur və xarici dövlətlərdən də qonaqlar haqqında məlumatlar yoxdur. 1-2 nəfər haqqında məlumat var ki, Belarusun prezidenti Lukashenko iştirak edəcəkdir və belə. Bilirsiniz, biz burada bu studiyada sizdən prosesdə təzə başlayanda dəfələrlə bu müzakirəndə biz o mövqedən çıxış edirdik ki, elə birlikdə ki, Rusiya sonuçta Ukraynada məğlub olacaq. Bizə ironiyanı yanaşanlar var idi, əks arqumentlər qoyanlar var idi. Mən heç kimin o küçümsəmək mənasında demirəm. Adamlar düşünürdülər ki, böyük bir imperiyadır, yəqin ki, qalib gəlir bu məsələlərdə. Amma zaman nəyə göstərdi? Kiyevi 3 günə tutacam deyən bir dövlət başçısı Amerika Birləşmiş Ştatlarının prezidentindən xahiş edir ki, Ukrayna prezidentindən xahiş elə 9 mayda bizi vurmaz. Kremldə vurmaz. Yəni bu qədər acınacaqlı Rusiya üçün bir vəziyyətə gətirib salıblar özlərini və şərtlər görün nə qədər dəyişibdir. Artıq icazə istəyirlər. Və yaxın zamanlara qədər, bir il əvvələ qədər, lap elə ondan da əvvəl Türkiyədə danışıqlarda Ukrayna atəşkəs istəyirdi ki, sonra sülh haqqında danışaq. Evet. Rusiya isə dedi ki, yox, birbaşa sülh müqaviləsi olmalıdır. Atəşkəs fasilə qazanmalıdır. İndi isə bunlar atəşkəs istəyir. Ukrayna deyir, yox, sülh müqaviləsi istəsə onu bağlaya bilərik. Və bəhanəsini qaldır. Deyirsən 9-unda olmasın, 8-9-u. Mən deyirəm 6-sından başlayaq bunu. Sən dediyin şərtdən olmaz. Atəşkəs istəmirsən, 6-sından olsun. Sən istəyən olmayacaq bu məsələlər. Pozur və oranına başladı vurmağa. Bəli. İndi siz baxın ki, şərtlər o qədər dəyişib ki, artıq bunlar hərbi texnikanı Kreml meydanlarına çıxarmaqdan çəkinirlər. İkincisi yoxlarıdır artıq. Yəni o qədər xəstəliyiblər ki. Məncə o ikinci dediyiniz məsələ daha aktualdır. Aktualdır, yoxdur artıq. Bilirsiniz, bunun arsenalı 5-ci ilə keçir ki, bu xəstəlik hər gün nə qədər raketlər atır, nə dron, texnika falan. Mən baxıram statistikaya, Ukrayna tərəf az qala hər gün minə qədər Rus hərbçisini zərərsizləşdirir. Yaralamaq, öldürmək falan, amma onlar bu cür təqib edir. Zərərsizləşdirir deyə təqib edir. Keçən 30 min nəfər Rus hərbçisini zərərsizləşdirmişdilər. Hətta Rusiyada artıq yeni səfərbərlik haqqında söhbətlər gedir. Və Ruslar da bundan çox narazıdırlar artıq ki, total şəkildə Rusiyanın daxilinə Ukrayna zərbələr indirib, müharibəni Rusların üzrə dadızdırmağa başlayır. Daddıqca artıq narahat olmağa başlayıblar. Mən yəni bu gün dediyim fikirləri 5 il əvvəl də deyirdim ki, heç bir halda Rusiya Ukraynada nailiyyət əldə edə bilməz. Rusiya Ukraynanın 1 metrdə torpaqını əldə edə bilməyəcəkdir və Ukrayna bu məsələlərdən çox uzaq çıxacaqdır və bir neçə ildən sonra da Ukrayna Avropanın ən gözəl, ən qüdrətli dövlətlərindən birinə çevriləcəkdir. Mən bunu 5 il əvvəl deyirdim. Artıq bugün Ukraynanın prezidenti uçub gedir yaxın şərqə. Orada özün komandasını aparır ki, Amerika gəmilərinin, Amerika bazalarını İran raketlərindən, pualarından qorumaq üçün sistem tətbiq eləsin, qorusun. Artıq hardan hara qədər vəziyyət dəyişibdir. Özü müdafiə qüvvələrini artırıbdır. Rusiya məsələlərin biri nə idi? Ukrayna üçün deyirdi ki, tamamilə silahsızlaşdırılma olmalıdır. Və hətta milli hakimiyyət də getməli, iş başdan getməli. Nə baş verdi? Bugün döyüşən 800 minlik bir ordusu var. Hələ əlavə də ehtiyat öz yerində. Bugün hərbi sənayesi vardır. Bugün uzaq mənzilli raketlər, dünənləri Həştərxana vurdu, Çiçəstanı vurdu. Nə bilim, uzaqda Perimi vurur, hər yeri vurur. Yəni 1500-1800 km aralıda sərhəddən yerləri vurmağa başlayır. Və nöqtə vuruşundan bütün neft emal sistemi sıradan çıxarıb. Dünyanın ən böyük neft emal zavodlarından birini də vurdu Rusiyada artıq 2 gün əvvəl. Bəli, özləri Rusların etrafına görə 30% neft emalı zavodları sıradan çıxdı. Yəni sanksiyalar başqa, neft sata bilmirsən başqa, artıq özünün daxili istehlakı üçün
yanacaq məsələsində problemlər var bunun və yanacaq qiyməti qalxma başlayıb daxili bazarda. Bu onu göstərir ki, indi hələlik bunlar deyək ki, nöqtə vuruş edirdilər də. Sabah total şəkildə vurmağa başlasa Rusiya nə edəcəkdir? Rusiya dünən hədələyir. Putin ki, əgər 9 mayda bizi vursalar, biz də Kiyevi kütlə vuracağıq. Güya indiyə qədər bunlar Kiyevə konfet atırdılar. Sən hər gün oranı vurmağa çalışırsan da. Yəni nə ki elə bilməmsən, bacarmamısan eləməmsən, nə ki eləməmsən. Əlindən nə gəlibsə eləmsən onlara qarşı, doğrumu? Bugün Ukrayna müdafiə olunur və o qədər rəzil vəziyyətə düşüblər ki, Peskov deyir ki, bu atəşkəs məsələsində falan da biz Trampa deyirik, Tramp da çox baş qoşmur, başı qarışıqdır yaxın şərqdə. Ancaq onun ətəyindən tutub. Bir vaxt hətta onun üzərinə getməkdən danışırdı. Nə bilim, Amerikanı belə eləyərəm, NATO'nu belə eləyərəm, ora girərəm, buradan çıxaram falan. Bu yaramış nəticə, siz dediniz ki, nə baş verir? Yaramış nəticə məntiqi sonluqdur. Yəni Rus imperiyasının bir xalqa qarşı, Ukrayna qarşı ki, bu qədər vəhşicəsinə qeyri-insani davranışı vardı. Heç müharibə qaydalarına əməl edəmirlər bunlara. Evet. Ulan vurduqları haradır? Bütün mülkü tuturdu. Hara ayaqları dəyibsə yerinə yanmış torpağa çevirdilər şəhərləri, qəsəbələri, doğrumu? Amma Ukrayna nə edir? Yalnız hansı şəhərdə strateji obyekti vurur. Deyək ki, məsələn, kimya zavodlarını vurur, yaxud da partlayıcı maddələr olan yerləri vurur, silah-sursat istehsalında lazım olan istehsal olan yerləri vurur və yaxud da neft bazalarını vurur, belə. Təsadüfən bir puanın bir hissəsi düşə bilər, deyək ki, hansısa dinç bir yerə ya düşər, ya düşməz. Belə, vəziyyət bu yerdədir. Amma vurma imkanları var axı. Oranı vurursa strateji yeri. Mülkiyə daha rahat vurar. Çünki mülkiyə daha az qorunur, nəinki strateji yeri. Doğrumu? Deməli, bu iki xalqın fərqi də bundan ibarətdir. Mən hesab edirəm ki, artıq kifayət qədər Ukrayna toparlanıb. Başqalarının ehtiyacı yoxdur. Özünün hərbi sənaye kompleksində yaxşı şəkildə qurubdur. Bəzi çatışmazlıqları da qısa zamanlardan qaldıracaqdır və inanmıram ki, gələn il Rusiya hətta bu kiçik paradı keçmək haqqında da bir şey müzakirə edə bilsin. Rusiya bu formada qalacaqmı, bölünəcəkmi, bu rejim iş başında qalacaq. Məncə məsələlər artıq sona çatmaq üzrədir. Bu payıza qədər məncə məsələ bitər. Yəni bu gedişlə, siz özünüz fikirləşin. Adam parad keçirmək üçün Moskvada artıq Amerikada icazə alır. Amerika deyir ki, vasitəsilə Zelenskidən icazə alır. Bir gün biz burada bir parad keçsək. Kremldə hərbi parad keçsək. Yəni bu ayıb bir şeydir sadəcə olaraq. Mənim üçün təəccübdə olmadım məsələ. Mən bunları gözləyirdim. Zaten demişdiniz. Ukrayna ərazi olaraqdan böyük ərazisi vardı. Orada Rusiyanın çəkib bu bataqlıqda boğazı idi mütləq şəkildə. İnandırıram sizi, Ukraynanın raketi, puası falan olmasaydı belə, Rusiya gəlib Kiyev tutsaydı hətta, partisan müharibəsi ilə Ukraynalılar Moskvaya qədər gedəcəkdilər, bayrağı sancacaqdilər. O xalq, o həmin xalqdır. Bunlar 2-ci Dünya Savaşında da özlərini göstəribdilər. Bilirsiniz, bunlara qarşı müxtəlif zamanda Rusiya çox böyük qəddarlıqlar edib. Acılıqdan 30 milyona qədər adamı qırıbdı bir dönəmdə. 2-ci Dünya Savaşında Banderlər deyilən dəstələr adı altında xeyli müstəqillik savaşçısını öldürübdü. Legionerləri qırıb tökübdü. Sonra onlar əsirləri xeyli qırıb tökübdü. Sonraki dönəmlərdə qırğınlar törədib. Bütün varın dövlətin talib apardı bu millətin. Amma bu sonuncu məsələdə mən hesab edirəm Ukrayna xalqı özünün hissasını alacaqdır. Və məncə Rusiyanın, Putinin bu ağılsızlığı Allahın bir lütfüdür dünya üçün ki, onu göndərdir, ağlını aldı ki, getki Ukrayna bataqlığına ki, dünya bu fəlakətdən bitsin. Rusiya dünya üçün fəlakət faktorudur da. Hamıya meydan oxuyur, özünün nüvə silahından qorxusur. Nüvə potensial olan şərq qüvvələrinin əməkdaşlıq edir. Kimin eləyir? Koreya Xalq Demokratik Respublikasıyla, İranla əməkdaşlığı eləməyə məşğuldur. Onların deyək ki, bu dinc dövlətlərə qarşı şərq bucağında fəallaşdırmaqla məşğuldur. Yəni, təkcə özü birbaşa bir iş görür, başqa ki, indiki Rusiya ərazisində yaşayan xalqlar ki, müstəmləkə halındadılar, o cümlədən Türk xalqları, Tatarstan, Gürcistan başqaları, həm də kənarda olan istəyirdi ki, bu ekspansiyanı kənara yaysın. Bütün başqa dövlətlərə də sosializm yaymaq, onları işğal altında saxlamaq. 50-ci illərdə nə ilə Macarıstan nə günə qoymuşdu? Slovakiya nə günə, Polşa nə günə qoymuşdu? Sonra Qazaxıstan hansı qırğın elədi? 20 yanvarda bizdə Gürcistandan Baltikanı
ölkələrdə nələr. Bu dövlət budur. Yəni bu imperiya ya sökülüb təzədən montaj olunmalıdır, bir dövlət qurulmalıdır, ya da dağılmalıdır, kiçik dövlətlərdən ibarət olmalıdır. Hesab edirəm günün birində, həm də yaxın zamanlarda bu dövlətlərə bölünmə məsələsi həyata keçəcəkdir. İndi bu niyə yubanır? Açıq bunu Amerika istəmir. Çünki qorxur ki, əgər Rusiya bölünərsə, çox o qədər zəif düşərsə, Çin faktoruna görə ki, Çin sərhəd oradan, üstəlik də Çinində 400 min kvadrat kilometr ərazi iddiası vardı. Oradan əhalisi, oranı bölgənin böyük bir hissəsi, xammal ehtiyatları olan falan strateji bir yerdir. Ələ keçə bilər, saxlaya bilər əlində. Nüvə potensialı kimin əlində keçsə falan bundan ehtiyat eləmək fikri var. Amma düşünürəm ki, bir zaman keçəndən sonra bu bəzi sualların cavabları aydınlaşandan sonra bu nə eləyəcəkdir? Məsələn, bir ara qorxurdular. Onlar 80-ci illərdə Brzezinskinin məşhur kitabı vardı. Böyük Şamah taxtası kitabında qeyd edirdi. Qara dəlik kimi qeyd edirdi. Rusiya hər şey budur dağıdır və Rusiyaya qarşı müəyyən o təzyiqlərin olmamasını qınayırdı. Amma həm də ondan izah edirdi ki, əgər Rusiyada çox böyük sosial narazılıq varsa, Rus mujikləri Avropa axından sonra Avropa destabilizasiya yaranacaq. Gedib oğurluq eləməyəcəklər. Uzun işçi qüvvəsidir, gedəcək ora və orada sosial təlatümlər olacaqdır. İş adamları bunlara götürəcəkdir 10 qat ucuzuna və yerli əhali işsiz qala bilər və sosial təlatümlər. Təbii. Amma indi şərtlər dəyişdi artıq. O mərhələ bitdi. Yəni gedən gedib. Rusiyadan başını götürüb getməyə bacaran xeyli adam gedibdir. Və Rusiya özü artıq əhalisi qocalmış əhalidir. Məsələn, bizim əhalimiz Türk etnosundan sonra necə dövlətlərdir, biz artan cavan əhaliyik. Bunlar tükənirlər. Ölüm faizi çoxdur, doğum faizi azdır və sayılar da xeyli. Gənclər də müharibədə öldü. Gənclər də bəli, müharibə verdilər o ət maşınına. Sizə zarafat gəlməsin, bir ayda 30 min adam itirir. Hər 5 ildə müharibə gedir. Bir ilə yarım milyon. Hələ sonra nə olacaq? Hələ acdan, səfalətdən nə qədər qırılır? Hələ statistika var ki, 10 minə qədər meyit var ortada. Onu müəyyənləşdirəmirlər kimlərin meyitlərini. Təəssüflər olsun ki, Azərbaycandan gedən adamlarda içkin düşən adamlar var ki, onların arasında ola bilər. Ki, inşallah ki, olmasın, amma ola bilər və ehtiyatlı olsunlar bizim elə. Mən buradan da müraciət edirəm ki, savaşlara girməsinlər, geri qayıtsınlar. Bizdə yer gəlmişən oyla bağlı qanun da qəbul olundu. Üçüncü bir dövlətin ərazisində, müharibə şəraitində iştirak eləmək müharibədə bizdə cinayət məcəlləsi və terrorizmə gedir. Çıxır və mənə görə çox doğru bir qərardır. Doğru qərar. Millətin üçün döyüşmək başqa, öz torpağı üçün döyüşmək başqa, amma başqa bir dövlətin ərazisində döyüşmək biraz həqiqətən də bu terror tərəf gedib çıxır. Bu İran məsələsində də toxunmaq istəyirəm. Bəli, bugündən artıq dünən axşamdan daha doğrusu bombalamağa başladı tərəflər bir-biri. Birinci Səudiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirliklərini vurdular. İran dedi mən vurmamışam. Sonra məlum oldu ki, Sepah vurub. Burada da bir qəribə bir məsələ var. Hakimiyyət deyilmənlikdir, Sepah deyilmənlikdir. Burada aləm dəyib bir-birinə, balans pozulub. Bu gün də İranı bombalayıblar bir hissəsini, gəmiləri vurublar və artıq sanki bəhanə axtardılar və tapdılar müharibəni təzədən başlamaq üçün. Təbii. Bu gün mən baxdım səhər-səhər, Sepahdan bir sözçü deyir ki, bizim gəmimizi vurdular, sonra sahil yanı bölgələrdə bombaladılar. Biz də onların Amerikanın hərbi gəmisinə hücum elədik. Bugün belə bir epizod danışır. Yəni bunlar nə eləmək istəyirlər? Siz deyirsiniz, Sepah belə bir hakimiyyət deyil. Hakimiyyətdə olan yumuşaq xətt tərəfdarları, indi bunları daha çox liberallar adlandırırlar, islahatçılar adlandırırlar. Çalışırlar biraz məhkətli davransınlar. Pezeşkiyanların komandası. Məsələn, bir neçə gün əvvəl bəyanat verdi ki, Birləşmiş Ərəb Əmirliklərinin vurması Sepahın çox təhlükəli bir məsələdir, öz başına olubdur və gələcək nəticələrini cavab edə bilməli. Adam biraz məsləhət hiss edir də deyək. Ya Arakçinin bəzi davranışları olsun, ya ümumiyyətlə Pezeşkiyanın ətrafında olan fiqurlar biraz dövlət ərkanının nə olduğunu anlayırlar. Bu Sepah özünü qoyubdur. Tam belə deyək ki, əməlli başlı quldur yerinə də, yəni nə gəldi eləməklə məşğuldur. Birisi taleylərindən qorxurlar. Sepahın geriyə yolu yox. Sepah bilir ki, müharibə bitsə belə, daxildə çox sualların cavablarını bunlardan istəyəcək, bunlar verə bilməyəcəklər. Bir xəyali senarilər müəyyənləşdirək ki, müharibə elə indiki vəziyyətdə donur dayanır. Neyləyəcək rejim xalqına? İqtisadiyyat dağılıb, neft məsələləri darmadağın olubdur, pulları yoxdur, sanksiyalar var ortada. Sepahın pulunu verəmirlər də.
Enerji strukturu dağılıqdır demək olar ki. Hətta su belə yoxdur orada. Bahalaşma vardı. 1 dollar 1 milyon neçə 100 min riyaldır. 850 min riyal. Riyal. Yəni Yəni heç bir dəyəri yox. bir neçə çuval gərək kağız aparasan ki, 1 dollar. dolar alasın da yəni. Belə vəziyyətdə bu insanlar işsizdirlər. İş yerləri dağıldı, kimya kombinatlarıdır, pul gətirən böyük müəssisələrdə vurulubdur. Birinci halda cavab verəmir. İkinci hal. Müqavilə bağladı ki, mən nüvə reaktorunu da dayandırıram, uran da zənginləşdirmirəm, uran da sizə verir. Belə dayandırdı. Yenə əhali soruşacaq. Sən bunu bu savaşdan əvvəl elə bilməzdin, bu qədər. Hətta bunu eləyəcəksə bu boyda. Hə də, yəni dağıntıdan sonra niyə bunu eləyir? Əvvəldən yenə cavab verməlidir. Üçüncü, bütün imicinə sıfırlanacaqdır bu. Ki, bu nə oldu? Dün nə qədər yox, mən nüvə söhbət ola bilməz, amma indi təhvil verirlər. Proksi qüvvələrdən yardım eləmə və əl çək məsələsi. Bu proksi qüvvələrdən əl çəkə biləcəkmi? O proksi qüvvələr bundan hesabın, kitabın, təbii. Onun bir əlaməti oldu, xatırlayırsınızsa, ilk dönəmlərdə Həmas vurulan dönəmlərdə onun rəhbəri gəldi Tehrana. Tehranda vuruldu, doğru mu? O Tehrana gələndə bir bəyanat vermişdi və İran əleyhinə bəyanat vermişdi ki, bizə demişlər ki, proseslər gir və bizim arxamızda durmurlar. Gəldi Tehrana və Tehranda vuruldu. Onu Tehran mı vurdu? İsrail de mi vurdu? Bilinmir bu indiyə qədər. Yaxud da rəisinin öldürülməsi məsələsində eyni oxşar məsələ. Yəni rejimin özü yaratdığı o deyək ki, mənfi enerji qaynağına, terrorçuya sahib çıxmayan da onun özünə qarşı işləyir bu. Proksi qüvvələrdə də belə çəkə bilmir, doğru mu? Bu senarinin birisidir. İkinci bir tərəfdən bu tutaq ki, təslim oldu ki, Amerika gəlsin, hər şey eləsin falan, bir ədalətli seçki olsun. Bu ədalətli seçkidən sonra Sepahın taleyi necə olacaq? Keçən etiraz dalğalarında 30 min adamı öldürüblər bunlar. Cavab verməlidir, yoxsa yox? Hamı şikayətçidir bunlardan. Yəni, bu məsələlər var orada. Üstəlik də, müharibə force major vəziyyətdir də, müharibə sonra ortaya çıxır. İranda milli azlıqlar, o cümlədə milli çoxluq olan Azərbaycan türkləri illərdir mübarizə aparırlar. Bu mübarizənin qarşısında nə olacaqdır bunlar? Yəni, bunlar fikirləşirlər ki, bundan sonra müharibənin içərisində döyüşək, baxaq görək nə olur. Məsəl üçün, bir ara iştahlar artmışdı axı. Hörmüz boğazını saxlayıram, gəmilərdən də xərac alacaq. İndi baxın, hər kartında Amerika çox bacarıqlı özəlik işlədir. Əvvəl Hörmüzü kim bağlamışdı? İran bağlamışdı. Tələb oydu ki, aç oranı. Dedi, yox. İndi Amerika bağlayıb, bu yalvar ki, aç oranı. Öz neftini oradan satıram. Təbii. Bu neft də belə şeydir ki, bu quyudan çıxır, bunu bir yerə qədər yığa bilərsən rezervuarlara, ambarlara. Sonra ya gərək quyuları bağlayasan, ya da axtasan gedə küçəyə. Quyu da bağlasan, sonra quyu effekti vermir. Ya itir ümumiyyətlə, ya da ümumiyyətlə effekti verməz. Bu da nefti çağırıb sata bilmir, qalıb davara, əlində qalıb. Başqa yerdə gəliri yoxdur zaten bunun. Ona görə çox çıxılmaz vəziyyətdə artıq Sepah özünü kamikadze, dron dövlət kimi aparmağa başlayıb. Gedirəm, nə olar. Ona nə qədər zərər verir və ölürəmsə də orada ölür. Gəlib burada dərimi soymazıq xalq deyə belə bir vəziyyətdədir. Ona görə bir anlaşılmazlıq kimi bir məsələ görünür. Mən dünən belə bir çıxışlarımın birində bildirdim. Yenə təkrarlayıram ki, məncə İran üçün bir normal yol bu ola bilər ki, qanunu seçilmiş bir prezident var, Pezeşkiyan. Adam öz komandasından bəyan eləyər ki, Sepah öz başlanlıq eləyir, bunu eləyir. Mən orduya müraciət edirəm. Elə Sepah içindəki olanlardan müraciət. Mən qanun prezidentəm. Kim məni qəbul edirsə, gedirəm Təbrizə, gəlin Təbrizə yanıma. Yığılın yanıma və biz dövlətimizi yenidən qoruruq, Sepahdan təmizləyirik, qonşu dövlətlərlə də danışacağıq, Amerikanla da danışacağıq, məsələlər qaydaya qoyacağıq. Və kredit alarıq falan, məsələlər salarıq. Yolun biri budur. İndi mən bir milləti kəsimin nümayəndəsi olaraqdan biraz irəli gedim ki, hətta burada adam rahat şəkildə artıq bir tarixi bir şəxsiyyətə çevirə bilər. Şahsman Xətai kimi. Adam deyə bilər ki, artıq o milli azlıqların və milli çoxlanacaq türklərin də taleyi ilə bağlı bir iş görürük. Burada Azərbaycan dövlətinin qurulması falan irəli də gedə bilər. Hətta ki, mən bunun yerinə bu yaşda başda olan və vəzifədə olan bir adamın şansıdır ki, bunu dənəsin. Məncə Güney Azərbaycan da onun arxasınca gedir. Bütün xalq da onun dalınca gedər və proseslərdə bitirər. Həm müharibəni bitirər, həm də İran xalqının digər xalqları da zülmdən qurtarar.
Amma bu baş vermirsə, məncə Amerika Birləşmiş Ştatları ya indi vaxt verdi. Trump da dünən dedi ki, saatlar qaldı. Artıq siz də dediniz, Artıq vururlar. Yəni. vururlar, yəni daha da ağır vuracaqdılar. Bu zərbələrdən sonra bunlar özləri birinci zərbəyə baxmayın. Pezeşkan belə deyir ki, siz əvvələ baxmayın. Yeni ağır zərbələr olsa biz bu iqtisadiyyatımızın altından çıxa bilməz. Çıxa bilməyəcəkdilər. Bundan sonra dönəmdə bunlar kapitulyasiya aktı olandan sonra artıq orada şəkilləndirmələr İran xalqının əlindən çıxacaqdır. Ona görə Azərbaycan türkləri bu məsələlər hazır olmalıdır, toparlanmalıdırlar. Sonraki etaplarda nə cür davransınlar, milli iradəmiz nədirsə, onu ortaya qoymaqla bağlı olaraq. Meydan hərəkatı mı olacaqdır, hansında danışıqlar mı olacaqdır? Yəni, prosesdə İran özün elə bir bataqlıq effektinə salıb ki, geriyə yolu yoxdur. Düzdür, bəzi məqamlarda indi o mühafizəkarlarla SEPA ilə mühafizəkardır, liberallar bəzi oynayırlar bəzi məqamlarda. Məsələn, bu bir iş görür, bu deyir, mən eləmədən bu bir iş görür falan. Belə ötür-ötür oynayırlar, amma bu keçməz də. Bunu biz bu studiyada müzakirə ediriksə, bu Amerika kimi böyük dövlət, əlində Mərkəz Kəşfiyyat İdarəsi olan, içəridə casusları dolu, Xameneinin üzüyünə dinləyici qurğu qoyan bir dövlətin sən oynayamazsın oyunları. Yəni, ona görə mən hesab edirəm ki, İran dəyişəcəkdir. Ya dinc yolla əgər təslim olacaqlarsa dəyişməlidir, rejim getməli. Rejim başqa yolu yoxdur, təslim olmalıdır. Artıq rejimin qalma şansları yoxdur. Şansları yoxdur. Ya da millət onu boğazdan asacaqdır. Biz arzulayırıq ki, İranda hər şey məxməri inqilab olsun. Mən bayaq dediyim Pezeşkan variantı məxməri inqilabdır. Vəziyyət dəyişsin, mənim də xalqım, mənim millətim burada öz müstəqil dövlətində qurmağına yekunlaşsın. Amma bütün hallarda bu bizim arzularımızdır. Görünən budur ki, ora Amerika 50 min ordu gətiribsə, əlavə gəmilər gətiribsə, hələ fransızlar da özləri uçaq gəmilər gətirdilər ora. Bilmək olmaz, cünübündə bir karşılıq tipli davranış olar, yoxsa olmaz. Çünki qalib gəlmə şansı artanda paya sahib çıxanın çox olur. İndi bu əvvəlinə baxma. O anda fərqli şəkillənmələr ortaya çıxa bilər. Mən bu məsələdə İranın hər hansı bir zərrə qədər xeyirlə, uğurla məsələdən çıxacağını güman eləmir. Arada görünənlər də elə bunlar. Görünənlər. Təşəkkür edirəm Fərid bəy. Mən təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırdınız, dəvətimi qəbul elədiniz, gəldiniz. Sağ olun. Dəyərli